Bismillahirrahmanirrahim və bihi nəsta'in və huvə xayrun nasirin və mu'in. Mübarək Ramazan ayı tövbənin baharı adlanmışdır. Bu ayda tövsiyə olunan əməllərdən biri də günahlar müqabilində Allahdan əfv və bağışlanma diləməklikdir. Günah hər nə qədri böyük olsa da Allahın rəhmət və məğfirəti vəsfə gəlməyən dərəcədə daha böyükdür. Yetər ki, günahların səni Allahın rəhmətindən ümidsiz etməsin. Axı Allah Qur'an-ı Kərimdə özü buyurur. Bismillahirrahmanirrahim. Qul ya ibadiyəl-ləzīne asrafu alə ənfusihim la taqnatu min rahmətillah. Ey günah etməklə özlərinə zülm etməkdə həddi aşan bəndələrim, ümidinizi Allahın rəhmətindən üzməyin. Həqiqətən tövbə ilə bütün günahları bağışlayır. Çünki bağışlayan və mehriban odur. Bəs əzizim, günahlar müqabilində etdiyim tövbənin qəbul olunma meyarı nədir? Axı Mütəal Allah Qur'an-ı Kərimdə buyurur. Bismillahirrahmanirrahim. Və kullə şeyin indəhu bimiqdar. Allah məhzərində bütün əməllərin meyarı, ölçüsü vardır. Bəs hardan bilim tövbəm qəbuldur, yoxsa yox? Bu mövzu ilə də bağlı Nisa surəsinin 18-ci ayəsinə müraciət etmiş oluruq. Bismillahirrahmanirrahim. Pis işlər görməkdə davam edən, tövbə edən kəsin tövbəsi qəbul olunmaz. Bəli, əzizim, bu ayə bizə tövbəmizin qəbul olunma meyarını aşılayır. Əgər etdiyimiz tövbə bizi keçmiş günahlardan qorumursa, bil ki, tövbən qəbul olmayan tövbələrdəndir. Əks halda etdiyin tövbə səni keçmiş günahlardan qoruyur, günahların yadıma düşəndə peşmançılıq hissi çəkirsən, kədərlənirsən, qəmlənirsən, gözün yaşarır, pis hisslər keçirirsən, bil ki, tövbən qəbul olunan tövbələrdəndir. Allah bizləri mübarək Ramazan ayında tövbə edib, tövbəsi qəbul olan bəndələrdən qərar vermiş olsun. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.